Qalata mat 1-dən fonksiyonlar mövzusuna başlayaq. Deməli, test 1 birinci sual. Elmir və Əli ilə bir yerdə işləyirik. Fx bərabərdir, kök altında x üstəgəl 3. A soruşur. Burada birinci verilən A, x-in ala biləcəyi qiymətlərdir. Yəni, Azərbaycanda təyin oblasti deyilən. Biz də düşünək, kök altında ifadə nə ola bilməz? Mənfi ola bilməz. Deməli, x üstəgəl 3 nə olmalıdır? Sıfırdan böyük bərabər olmalıdır. Düzdür? Burada nə alır? X böyük bərabərdir, mənfi 3. Burada hansı variantdır? Mənfi 3-dən sonsuzluğa. Yəni, burada birinci verdiyi A, x-in ala biləcəyi qiymətlərdir. Y desəydi, bu B, Y-in ala biləcəyi, Fx-in ala biləcəyi qiymətlər idi. 5-ci sualda aşağıdakı bağıntılardan hangisi fonksiyondur? Fonksiyon olmaq üçün əsas məsələ, məsələn, A hərfindən həm D, həm E alına bilməz. Məsələn, C variantının üstündən xətt çəkirik. Bir x qiymətindən 2 fərqli Y alına bilməz. D variantında A-nı istifadə eləməyib D olmur. Bu, məsələn, E variantı A-dan alınıb. Bunun içərisində A yoxdur. Bu da ola bilməz. A-dan E, B-dən E. Burada da fikir verin. A-dan həm E alınıb, həm də nə alınıb? B. Bu da mümkün deyil. Amma B variantı, A variantı daha doğrusu A-dan E, B-dən F, C-dəndir. Köşür. Aydındır. Dayandıramıyorsunuz. Niyə dayandırmayındır? Belə soruş. Bunu necə elədiniz ki, mən? X-in bir dənə qiymətindən bir dənə Y alınmalıdır. Yəni, məsələn, A-dan həm D, həm E alına bilməz. Bu da görürsən, məsələn, B variantı A-dan həm E alınıb, həm B alınıb. Bu mümkün deyil. Və ya burada A-dan D alınıb, A-dan E, A-dan F. Yaxşı, bəs o birlərdən nə alınıb? Mümkün deyil də bu da. A-dan 3 fərqli cavab alıb. Bunu bir dənə A variantı uyğun gəlir ki, bir dənə X-dən bir dənə Y alınıb. İkinci sual. İkinci sualda yaxşı başa düşək. İkinci sualda da bu, birinci verilən x-in ala biləcəyi qiymətlərdir. Mən düşünməliyəm ki, bu ifadə hansı qiymətləri ala bilər. Bunun üçün nə eləmək lazımdır? Belə bir ifadə verilibsə bizə, biz birinci bunun ən kiçik qiymətini tapmalıyıq. Bunun bir düsturu var, ya da belə yaza bilərik. Bunu x üstə gəl, 3x alınması üçün 1,5-in kvadratı yazıram. Çünki bunu açsam da olacaq x kvadrat. Bunların hasilinin 2 misli 3x. Bir də 1,5-in kvadratı 2,25. 4-dən də bu 2,25-i çıxsaq, qalır 1,75. Bu aydındır. İndi üstə gəl 1,75. Bu o vaxt bizə lazım olar ki, bizdən B-ni soruşur. Burada isə bizdən nəyi soruşur? A-nı. A nədir? X-in ala biləcəyi hər şey. Burada X hər şey ala bilərdi. X-ni nəsə ala bilməsin ki. Yəni, oldu R. Amma Y desəydi, deyəcəkdim ki, bu 0 olar ən az. Üstünə də 1,75 yəni ən azı 1,75. Yəni 1,75-dən sonsuzluğa. X dediyi üçün, X burada hər şey ala bilər. 6-cı sual. Aşağıdakı bağıntılardan hangisi fonksiyondur? Və yenə bayaqki məsələyə diqqət edək. 1x-dən bir dənə Y qalınsın. 1A, 2C. Bu A variantında prosto 3-dən heç nə alınmaması problem yaradır. Burada bax, birdən həm A, həm B alınıb. Dedik ki, belə şey olmaz. Bu C-də bir problem görünmür. Bir dənə bunu aşağı çəkək. 1-dən A, 3-dən B, 2-dən C, D variantı da. 3-ə baxın. E də ola bilməz. C də ola bilməz. C də ola bilməz. Bəli, 3-2 yerə gedir. Bir dənə variantı var. D variantı. D-də isə problem yoxdur. D sadəcə alınmayıb da. 1-dən A alınıb, 3-dən B, 2-dən D. D heç nədən alınmayıb. Bildin, Əli? 4-ə gəldik. Birebir və ortam fonksiyon nədir uşaqlar? Birebir adı kimi. Yəni, bir dənə x-dən, bir dənə y alınsın. Örtən isə örtməyi sözündən başa düşək. Yəni, ala bilməyəcək qiymət olmasın. Elə bir x qiyməti və ya y qiyməti olmasın ki, mən onu ala bilməyim. Hər şey alına bilsin. İndi bunu belə başa düşək. Misal üçün C variantı örtən deyil. Niyə? Çünki x-ə tutaq ki, 4 verdim. Nə alınır Edmir C-də? X-ə 4 verəndə nə alınır y? 16. Bəs mənfi 4 verəndə nə alınır? 16. Yəni, burada məsələ odur ki, burada y heç vaxt mənfidə də olmayacaq. Deməli, bu örtən deyil. Örtən olması üçün hər şey alına bilməlidir. Və ya D variantında yenə modul y bərabərdir x üstəgəl 3. Burada modul y dediyi üçün bu y müsbət ədəd olacaq. 3 çıxanda da alınacaq cavablar, yəni maksimum 0-dan 3 çıxsan mənfi 3 olar. Daha aşağısı olmur. Bu da örtən deyil. Burada örtən funksiya ən qəşəngi budur. 1, x-ə 1 qiymət verəndə 1 qiymət alır. Məsələn, x-ə 1 versən nə alır? Mənfi 1 versən nə alır? Mənfi 4 üstəgəl 5, 1. Tamam fərqli cavablar alır. 2 versən başqa olacaq, 100 versən başqa olacaq. Yəni, x-in qiyməti dəyişdikcə, y də dəyişəcək. Ona görə 1-ə 1-dir. Niyə örtəndir? Çünki x-ə də hər şey verə bilərsən, y də hər şey alına bilər. Aydındır. O kvadrat olanda o biraz çətin məsələ olur. 7-ci sual. Aşağıdakı bağıntılardan hangisi fonksiyondur? A-ya oxşuyur. Yəni də o bir variantlara da baxaq.
A variantı y bərabərdir 4-x. Və bunu görən kimi, yəni x atdım bu tərəfə, bu fonksiyon olduğunu onsuz da görürəm. Bunlar niyə fonksiyon deyil? Burada modul məsələsi var. Modul x üstəgəl modul y bərabərdir 10. Bu məsələn x-ə 5 versən, y 5-də alınır, mənfi 5-də alınır, düzdür? Amma biz bayaq dedik ki, bir dənə x qiymətinə bir dənə y alına bilər fonksiyonda. İki fərqli qiymət tanınmaz. Kvadrat olduğu üçün bu misallarda da eyni şey keçərlidir. X-in bir qiymətinə iki fərqli y ala bilərəm. Amma bu gözəl misalda heç bir problem yoxdur. Y bərabərdir 4x. Bir dənə x-dən bir dənə y alırsan, bu qəşəng gül kimi funksiyadır. 9-cu sual necə eləyəli? Ən asan sual. X-in yerine nə yazacağım? 5. 2 vur 5 üstəgəl 3. 13. 8-ci sual. Aşağıdakı banklardan hangisi fonksiyondur? Bayaqdan dediyimi burada şəkil üzərində başa düşməyə çalışacağıq. Mən bunu biraz aşağı çəkim, variantı görünmür. Bax, dedik ki, bir dənə x-dən bir dənə y alınmalıdır. Gəlin B variantına baxaq misal üçün. X burada. Bu həm bu qiyməti alır, bu həm bu qiyməti alır. Deməli, bu fonksiyon deyil. Bir dənə x seçirəm, ürəyim istəyən nöqtə. Baxıram ki, həm yuxarıda kəsişir, həm aşağıda. Bir x-dən iki fərqli qiymət alınır. Deməli, bu fonksiyon deyil. Və eyni şey burada da eləyə bilərəm. Məsələn, gəlib burada bir nöqtə seçsəm, bu həm burayla, həm burayla kəsişir. İki fərqli qiymət alınır. Eyni şey bunda da eləyə bilərəm. Buradan bir qiymət seçərəm, həm burayla kəsişir, həm burayla. Olmaz. Yemirsən amma. Amma burada D variantı düzdür. Niyə D variantı düzdür? Ürəyiniz istəyən bir x seçin, onun kəsişli bir zədən y olacaq. E variantında isə elə deyil. E variantında bir dənə sabit fonksiyonda x həmişə eyni qiymət var. Məsələn, x-ə tutaq ki, bura -4 nöqtəsidir. Bu həm 1-dir, həm 2-dir, həm 3-dür, həm 4-dür. Sonsuz sayda y uyğun gəlir. Bu da fonksiyon deyil. Amma bu bir x-dən bir y alınır fonksiyondur. Aydındır. 11-ə baxaq. 11-də bizə deyir ki, 10 qalmadı yuxarı. Qaldı, onu unutmuşduq. Bunu yazmamışıq, düzdür, onu yazmadıq. 10-cu sualda f0, 0 verirəm. 0 üstəgəl 1, 1 elədi. 1 verirəm. 1 üstəgəl 4 üstəgəl 1, elədi 6. 1 ilə də 6-nı toplayırıq 7. Aydındır. Bu da elə həmən. 11-ci sualda həmən də sadəcə A soruşur. Yəni 0 versən, burada nə alınacaq? 0, 0, A. 1 versən 1, 3 və yenə A. Bizə də deyir ki, bunların cəmi 10-dur. Buradan alınır 2A bərabərdir, ondan 4 çıxanda 6, A da olur 3. Aydındır. 12-ci suala baxaq. F1 vur, F2 vur, F3. Bunun yerini qoyub hesablayacaq sadəcə. 1 verəndə nə alınır? -3 böl, -4. 2 verəndə nə alınır? -2, -7. Niyə -3? 2-dən 5 çıxırıq da. Ay, bilin mənfi deyil. 3 verəndə nə alınır? -1, -2. Bunlar 7, bunlar 7, 1 böl 4. Aydındır. Yaxşı, gəlin bir yerdə bunun birinci sualına da baxaq. Burada artıq şərtlər var uşaqlar. Bunu da əvvəlki mövzularda keçmişdik. Burada o deməkdir ki, x sıfırdan böyük olsa bunu istifadə elə. Sıfırdan kiçik bərabər olsa bunu. F0, sıfırdan kiçik bərabərdir. Yerinə 0 çıx 3 yazıram. 1, sıfırdan böyükdür. Bunu yazıram. Elə birbaşa 1. -1, sıfırdan kiçikdir. Bunu yazıram. -1, çıx 3. Bunlar gedir. -6, yəni B variantı. Aydındır. 5-ə baxaq. Birim fonksiyon. Birim fonksiyon nəyə düşür? Birim fonksiyonunun forması belə deyilir ki, birim fonksiyon fx bərabərdir x fonksiyondur. Yəni, mötərizənin içərisində nə varsa, cavab da ona bərabər olmalıdır, fonksiyon birim olanda. İndi burada fx verib, əgər bu birimdirsə, gərək bura 1 olsun. Yəni, x alınsın. A çıx 4-ə 1 deyirəm, A olur 5. Birim olması üçün dedik nə olacaq? Fx bərabərdir x. Yəni, bu 1 oldu. Bu isə 0 olmalıdır ki, heç nə qalmasın. Fx bərabər x olsun. B çıx 3 də bərabərdir 0, B oldu 3. 5-i də 3-ə vurdu 15. Aydındır? Bəli. 2-yə baxaq. Hələ başa düşürsən? İndi uşaqlar buna da diqqət eləyək. Fx çıx 1 üçün verib bunları. İndi baxaq. 6 alınması üçün burada x-ə nə verməliyim? 7. X-ə 7 verməliyim. 7 hansı şərt ödəyir bu şərt? 7 böl 3. 1 alınması üçün x-ə 2 verməliyəm. 2 hansı şərt ödəyir? Bu şərt. 2 üstəgəl 3. -1 alınması üçün x-ə 0 verməliyəm. Düzdür? 0 hansı şərt ödəyir bunu? 0-ın kvadratı. Olur 5 üstəgəl 3-də 7. O da 5-i 3-ə vurub üstünə 7 gəlsək 22 böl 3. Yəni B variantı. Bildin Ali? 6.
Yenə birim fonksiyondur. Birim fonksiyon dedik ki, içəridəki ilə çöldəki bərabərdirlər. Yəni 4m üstəgəl 3 ilə 3m üstəgəl 7 bərabər olmalıdır. Buradan m bərabərdir 4 alınır. Bəli. Bura eləyir 5. F5 nəyə bərabər olacaq birimdirsə? 5-ə. Dedik ki, birimdirsə bunlar bərabər olur. Aydındır? Siz necə bilirsiniz ki, məsələn, f-in içində o m plus 1 var ha, 4 alacaq. Siz necə bilirsiniz, yəni 3 qoymalıyıq, yoxsa 5 qoymalıyıq? Yəni, yox, m-i 4 tapdım da. Bəli. M-in yerinə 4 qoyanda bu 5 eləmir. Bizdən 10 soruşur da. Ha, bildim. Mən dedim bəlkə M4 olması üçün necə qoymalıyıq? M4, biz M-i 4 tapmışıq. F4-ü soruşsa sən dediyini düşünərəm. F4-ü soruşmur ki. 3. F1. 1 hansı şərt ödür? Bu şərti. 3 vur 1 üstəgəl 4. Mənfi 1 hansı şərt ödür? 0-dan kiçikdir bu şərt. 2 vur mənfi 1 çıx 7. Bu 7-dir. 7-lər də gedir mənfi 2. Yenə 7-ci sual bunu yazıldı. Birim fonksiyon deyir. Birim fonksiyonda nə dedik? İçəri ilə çöldəki bərabərdir. Yəni bu m çıx 4 0 olmalıdır. Buradan da m olur 4. Ki fx-dən x bərabər olsun. Çöldə 0 var. Yox. Bu içəridə x daxil. Bu da gəl x olsun. Bunun x olması üçün gələ bu 0 olar ki fx bərabər x qalsın. Bilim. M bərabərdir 4. M-ə 4 verəndə bu da olur f16. Birim olduğu üçün f16 da elə 16 olur. Aynen. 4. F4-ə baxaq. F4 hansı şərt ödəyir? 4 hansı şərt ödəyir? Baxın. İkinci şərt. 2 ilə 7 arasındadır. 4 çıx 1. Mənfi 4 hansı şərt ödəyir? Üçüncü şərt. Mənfi 4 çıx 1. Bir dənə səhv elədik uşaqlar. Baxın, x çıx 1 yazıb, bura fikir vermədik. X çıx 1-in 4 olması üçün x 5 olmalıdır. 5 yenə bu şərt ödəyir. Olur, 5 çıx 1. Mənfi 4 alınması üçün gərək bura mənfi 3 yazım ki, mənfi 4 eləsin. Mənfi 3 də bu şərt ödəyir. Mənfi 3 çıx 1 böl 4. F-A, F-A nədir bilmirəm, bu məcbur belə yazacağım. Bərabərdir 64. 5 çıx 1, 4, 2 çıxdı. Bu da mənfi 4 böl 4, mənfi 1 çıxdı. 2 ilə mənfi 1-i toplayanda 1. 1 ilə F-A-nı da toplayanda 64 olub. İndi F-A oldu 63. Biz buraya düşünməliyik ki, burada 63-ü necə ala bilərəm? 63 bunların hansından alına bilər? Məncə birinciyə daha uyğundur, bəli, kvadrat var. X çıx 1 A olsa, X çıx 1 A olsa. Deməli, bizim x-imiz olacaq a üstəgəl 1. Aparıb burada yerinə qoysam, a üstəgəl 1-in kvadratı çıx 1 bərabərdir 63. Düzdür? Bunun yerinə qoydum da. X-in yerinə a üstəgəl 1 yazdım. Oldu a üstəgəl 1-in kvadratı çıx 1. Buradan a üstəgəl 1-in kvadratı olur 64. 64 də 8-in kvadratı olaraq düşünsək. A üstəgəl 1. 8. A oldu 7. Bir şey Bir dəqiqə səbir ol. 8-ci sual. 8-ci sualda sabit fonksiyondur deyir. Sabit fonksiyondur uşaqlar. Adı kimi cavab sabit olur. Yəni hər dəfə eyni cavab alınır. Cavabın sabit alınması üçün bir misalda gələ x qalmasın. X-dən asılı olmasın. Məsələn, fx bərabərdə 15 olsun. F7 də 15 eləsin, F100 də 15 eləsin, F5 də 15 eləsin. Bunun üçün misalda x qalmamalıdır. Harada x-li bir şey görürsə, onların hamısını 0 eləyirik. Yəni m üstəgəl 4 də 0 olur. M çıx n də 0 olur. Buradan n mənfi 4 olur. M mənfi 4 olur. N də 4. N də mənfi 4 orada çıxmadı. Gərək özü olsun ki, bərabər olsunlar. İndi burada da qalır m üstəgəlin, olur mənfi 4 üstəgəl mənfi 4, mənfi 8. Cavab mənfi 8-dir. Sual yarana bilər ki, onun mənası nədir? Funksiya sabit olduğu üçün artıq buraya istəyir 10 yazsın, istəyir 1 milyon yazsın. Onsa cavab sabitdir, mənfi 8 qalır. 9. 9 tipli ikinci variant sabit fonksiyonla bağlı belədir. Əgər kəsrli bir ifadə verib onun sabit olduğunu deyirsə, biz belə bir şey edirik. X-lərin əmsalları, yəni a böl 4 bərabər olmalıdır 2 böl 6-ya ki, bu sabit fonksiyon ola bilsin. Buradan da 6a 8 a olur 8 böl 6 4 böl 3. Amma bizdən a-nı yox, f-hanı soruşur. F-hanın da burada mənası nədir? Biz dedik ki, əgər funksiya sabitdirsə, bu nisbətlər bərabər olmalıdır. Və bu nisbətlər də eləyir 2 böl 6, 1 böl 3 də. Düzdür? Elə bu həmin nisbət
funksiyanın istənilən qiymətində, x-in istənilən qiymətində funksiyanın aldığı nəticədir, 3-də 1. Bizdən soruşursa f-anı cavab oldu 3-də 1. İstəyir f100 soruşsun, bunların nisbətinə bərabər olacaq. A-nı soruşsaydı cavab 4/3 olardı. 12. 12-də uşaqlar funksiyanın tərsi məsələsi gəlir. Funksiyanın tərsi ilə bağlı indi 10-cu sualda falan daha asandır. Burada bir qayda var idi. Bu tip funksiyaların, kəsili funksiyaların tərsini tapanda yuxarıdakı x-in əmsalı ilə aşağıdakı ədədin yerini və işarəsini dəyişməyə lazımdır. Biz dəyişirik. Yəni 2 yuxarı qalxır, x-in qabağına keçir, amma mənfi 2x olur. Bu x-in qabağında da heç nə yoxsa 1 deməkdir. Həmin 1 də aşağı keçir, o da işarəsini dəyişir, mənfi 1 olur. Mənfi 2x üstə gəl 1, böl x sıx 1. Aydındır. 10 tipli funksiyaların tərsini necə tapırdıq? Yadva gəlir elmi. Bunu tərs yazanda nə alınır? Tam tərs eləyək də. 4x üstə gəl 5. X yazırıq. Bəli, çıx 5 yazaq, sonra böl 4. Böl 4. Yəni əməli tam tərsini edirik. Üstünə 5 gəlib 5 çıxıram. 4-ə vurub 4-ə böl. 13. Birə-bir və örtən fonksiyon A vur B-ni tap. Bunun mənası nədir? Burada A-B-nin mənası nədir? Burada uşaqlar, belə suallarda birinci R çıxılsın A yazdığı x-in ala bilməyəcəyi qiymətdir. İkinci yazılan cavabın ala bilməyəcəyi qiymətdir. Və biz x-in ala bilməyəcəyi qiyməti tapmaq üçün burada düşünməli məxrəc nə ola bilməz? Bəli. X 3 bərabər deyil 0, x bərabər deyil 3. Bax, həmin 3 A-dır. Yəni A oldu 3. B-nin, yəni y-in ala bilməyəcəyi qiymət tapmaq üçün də biz bu ifadələri, biz bu ifadələri də x-lərin əmsalları nisbətini tapırıq. 2 böl 1, yəni 2x böl x, əmsalların nisbəti 2, cavabın heç vaxt ala bilməyəcəyi qiymətdir. İfadənin heç vaxt ala bilməyəcəyi qiymət bu x-lərin əmsalları nisbətidir. 2. A3, B-də 2, buranda da alınır 6. Aydındır? 11-ci sual. 11-ci sualda tərs tapırıq yenə. X yazdım, 2-yə vurdum 2x, 5 çıxıb üstünə 5 gəldim, ona vurub ona böldüm. Aydındır? 14-də tərs soruşur, bayaqki kimi yer dəyişəcəm. Deməli, bununla buna baxıram. Mənfi 7 yuxarı qalxır, müsbət olur. Olur 7x, üstə gəl 2. Bu mənfi 1-dir, aşağı gəlir, o da müsbət olur. X üstə gəl 1. Aydındır? Yuxarıdakı x-in əmsalı ilə aşağıdakı ədədin həm yeri dəyişir, həm işarəsi.